Bu günləri 30 iyul 2025-ci il Ağcabədi rayonunun Təzəkənd kəndinə gəlmişik. Allah xeyri bərəkətli eləsin, xeyirli olsun. Gördüyünüz bu bostan sahəmizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi qarpız çeşidi Legio F1 çeşidi əkilibdir. Maşallah olsun. Bugünkü gündə də hazırda yığımlar davam edir. Bostandan yığılan qarpızları görsədər. Allah xeyriniz bərəkətli eləsin. Bax, burada da qarpızları, bostanda olan qarpızları, bax, maşallah olsun. Həm qarpızın rəngi, həm forması, maşallah olsun. Bazarın ən tələbatkar çeşidlərindən biridir. Bax, maşallah olsun. Çəçlərinə bax, rənginə bax. Hamısı ideal bir vəziyyətdədir. Allah xeyri bərəkətli eləsin, xeyirli olsun. Rəşaddan Şükürün bostanındayıq. Ağcabədi rayonu Təzəkənd kəndində. Allah xeyri versin, qardaş, xeyirli olsun. Alana da, satana da Allah xeyir versin. Maşallah olsun. Bax, burada görsən ki, bax, 1, 2, 3, 4, 5, 6, 7. Ağzı belə yuxarı getdikcə qarpızlar da, dikini olan qarpızlar da görürsünüz. Maşallah olsun. Xeyri bərəkətli olsun. Allah xeyir versin. Bir dənəsini də kəsib içinin rəngini sizə göstərəcəm, rəng almağını. Bax, qarpızın forması, çəkisi, hamısı ideal bir vəziyyətdədir. Allah xeyir versin, xeyri bərəkətli olsun. Legio F1 çeşidi. Sakata şirkətinin qarpız çeşidi. Çox gözəl gəlibdir, maşallah olsun. Həm bostanın tağa getməyi, həm də ki, məhsuldarlıqları ideal bir vəziyyətdədir. Xeyirli olsun, qardaş. Allah xeyrinizi versin. Sağ olun. Bir bostancı kimi, qardaş, bax, bunu ayın neçəsi əkirsən, nətərdir, vəziyyəti deginə. May ayının 13-ü əkmişik, ikinci əkim. Birinci dəfə əkmişik, bitmişdi. Başqa toxum. May ayının 13-ü əkilib, indi də yığırsan. İndi də yığılır. Birinci üzüm malıdır bu elə. Birinci səfər yığırsan yoxsa ikincisi yığırsan. Allah xeyirinizi versin. Maşallah olsun. Mal da yaxşıdır, tağ da güclüdür. Heç bir alaq bata bilmir bu tağa. Yaxşı, çox gözəl, effektli. Həm tağa getməkləri, həm də məhsuldarlıqları. Məhsuldarlıq, gözəl. Səni qaynı eləyir. 100%. Allah xeyirinizi versin, xeyirli olsun. Sağ olun. Sağ olun, sağ olun. Deməli, bu günləri 30 iyul 2025-ci il Ağcabədi rayonunun Təzəkənd kəndində may ayının 13-cü günü burada toxumlar 2-2 yerə atılıbdır, açıq sərmə kimi əkin olunubdur. Bugünkü gündə ikinci üzüm, bostanın ikinci üzüm yığımı gedir. Allah xeyri bərəkətli eləsin, xeyir olsun, Naxçıvana gedir. Naxçıvana da buradan salamlar olsun. Sağ olun, sağ olun. Birini kəsdirəm sizə, qarpızın içinin rəngini göstərmək istəyirəm.